Bilirsiniz ki, mən süd vəzisi üzrə onkoplastik və rekonstruktiv cərrahım. Və bir cərrah kimi sizə deyə bilərəm ki, süd vəzi gözəlliyinə nail olmaq üçün yalnızca cərrahiyyə əməliyyat stolunda baş verən hadisələr kifayət eləmir. Bundan qabaq öncə pasiyent ayaq üstə durmuş vəziyyətdə normal markirovka olunmalıdır. Bir neçə dəfə şahid olmuşam ki, bəzi cərrahlar pasiyentləri stolda narkoz zamanı markirovka edir. Bu qətiyyən yol verilməzdir. Çünki ayaq üstə duran zaman süd vəzinin quruluşu uzanandakindən çox fərqli olur. İkinci məqam təbii ki, əməliyyat mərhələsidir. Bu mərhələni düzgün icra etmək lazımdır. Üçüncü mərhələ isə əməliyyatdan sonraki dövrdür ki, bu dövrdə pasiyentlər mütləq korset geyinməlidirlər. Biz pasiyentə korset geyin deyəndə, onlar bunu alt paltarı ilə qarışıq salırlar. Baxın, korsetin məqsədi süd vəzisinin sonraki sağalmasını nail olmaqdır. Yəni necə? Korset geyən zaman ilk öncə süd vəzlərindəki ödem və şişkinlik azalır. İkincisi, əgər biz implant qoymuşuqsa və yaxud da ki, süd vəzisini kiçiltmişiksə, bu vəziyyətin uzun müddətli normal saxlanmasına şərait yaradır. Yəni, implantların yerində düzgün oturmasını təmin edir. Üçüncü, dəriyə təzyiq verərək yaraların açılmasının qarşısını alır ki, yaralar normal və birincili sağalsın. Dördüncü, süd vəzdəki ağrıları azaldır və beşinci, qismən də olsa laxtalamanın qarşısını alır. Yəni ki, əməliyyatdan sonraki dövrdə heç olmasa 4-6 həftə ərzində pasiyent korsetini mütləq geyinməlidir. Bəzən pasiyentlər mən geyinirəm deyirlər, amma evdə çıxardırlar. Bu, yol verilməz haldır. İlk 4 həftə ərzində korset əynində qalmalıdır. Əziz pasiyentlərimiz, əgər biz sizə hər hansı bir məsləhəti veririksə, bu sizin yaralarınızın vaxtında və gözəl sağalmasına nail olmaq məqsədindədir. Bu qədər. Arzumuz əlbəttə ki, heç bir xanımın süd vəzisini itirməməsi.